Ölkəmizin ən maraqlı televiziya kanallarından biri olan TV1-in hörmətli tamaşaçılarını salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Biz söz haqqında danışacağıq. Necə deyərlər, əlahəzrət söz bütün yaranışlardan ən qüdrətlisi hesab olunur. Əslində, insan təfəkkürünün ən ali məhsulu olan söz, fikir, Allah tərəfindən, yüksək yaranış tərəfindən bəşəriyyətə göndərilmiş ən böyük nemət hesab edilir. Bəs bu söz necə yaranıb? İnsanlar necə olub ki, danışmağa başlayıb? Bütün bəşəriyyətə eyni vaxtda bu komanda verilib? Eyni zamanda, eyni bir əsrdə, eyni tarixdə mi insanlar danışmağa başlayıblar? Və yaxud da insanlar sözlərə müxtəlif adlar, hər bir əşyaya müxtəlif ad verib. Bunun səbəbi nədir? Dünyanın bir tərəfində eyni bir əşyaya başqa ad verilib, bu tərəfində başqa bir ad verilib. Bunlarla bağlı çox maraqlı fikirlər mövcuddur və biz bugün bu barədə danışmağa çalışacağıq. Sözün yaranması ilə bağlı, etimologiyaları ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələrdən biri imitasiya nəzəriyyəsi hesab olunur, təqlid nəzəriyyəsi, yəni təbiətdə baş verən hadisələrin, səslərin imitasiyası, quşların səsindən deyək ki, civilti sözünün səsinin öyrənilməsi, ağacların səsindən xışıltını, deyək ki, şimşəyin səsindən şaqqıltını, digər səsdən taqqıltını və digər belə səsləri tədricən sözə çevirməyə bacarmışdır insanlar. Bu nəzəriyyə mövcuddur. İkinci bir nəzəriyyə əmək nəzəriyyəsidir. Əmək nəzəriyyəsinə görə güya insanlar əmək fəaliyyətinə məşğul olduğu zaman müxtəlif səslər çıxarıblar və bu səslər tədricən sözlərə çevrilmişdir. Gəl, bax, get, et və s. kimi sözlər bu nəzəriyyənin ehtimallarına görə yaranmış hesab olunur. Digər nəzəriyyə emosional nəzəriyyə hesab olunur. Emosional nəzəriyyəyə görə insanların bu emosiyalarını, hisslərini ifadə edən af, of, uf kimi sözlər, nidalar tədricən sözə çevrilmişdir. Və digər bir neçə nəzəriyyə mövcuddur. Əsas demək istənilən fikir bundan ibarətdir ki, dünya alimlərinin əksəriyyətinin ümumi rəyinə görə bu nəzəriyyələrin hər birinin ayrı-ayrılıqda sözün yaranmasında rolu olmuşdur. Amma ayrı bir də yalnız desək ki, deyək, əmək nəzəriyyəsinə görə söz yaranmışdır və yaxud da sözün yaranması yalnız emosiyalarla bağlıdır demək, əlbəttə ki, yanlış yanaşma olar. Sözlərin müxtəlif çalarda olması da maraqlıdır. Yəni, eyni bir əşyaya niyə insanlar görəsən fərqli-fərqli sözlər demişlər? Bunun etimologiyası çox uzaq keçmişlərdən qalır. Ona görə də etimologiya elmi dəqiq məlumat verə bilmir ki, bu sözlərin yaranma səbəbi nə ilə bağlıdır. Yalnız ayrı-ayrı sözlər haqqında bunu demək olur. Hansı sözlər ki, zaman-zaman sınaqlardan çıxaraq heç bir dəyişikliyə məruz qalmamışdır. Bu günə qədər gəlib, ilk yaranış formasında gəlib çatmışdır. Belə sözlərin sayı çox azdır. Məsələn, deyək ki, daş sözü, su sözü, bu tipli sözlər var, yağ sözü və s. kimi sözlər var ki, xüsusən feillər var ki, bu feillər, bu sözlər çox az dəyişikliyə məruz qalırlar. Onların müəyyən əşyalarla, əlamətlərlə bağlı olduğu haqqında mülahizə yürütmək mümkündür. Amma digər sözlər çox böyük sınaqlardan keçmişlər. Məsələn, təsəvvür edin ki, tutaq ki, eramızdan əvvəl 1000 il əvvəl yaranmış hər hansı bir söz, İran 7-ci əsrə qədər türk dilində, 7-ci əsrdən sonra ərəb dilində tələffüz olunmasına ehtiyac olmuşdur. 7-ci, deyək ki, 11-ci, 12-ci əsrlərdən sonra
Azərbaycan ərazisindən söhbət edirik. Bu sözlər fars dilində deyilmişdir. Sonra 17-ci əsrdən, 18-ci əsrdən sonra yenidən Azərbaycan dilinə, türk dilinə qayıtmışdır. Sonralar isə 19-cu əsrdən etibarən müəyyən qədər rus dilinin təsirinə məruz qalmışdır. Nəhayət 20-ci əsrin sonlarında yenidən həmən sözlərin müstəqil ölkənin vətəndaşları kimi milli dildə deyilməsinə imkan yaranmışdır. Yəni sözlər bir neçə dil məngənəsindən belə demək mümkündürsə keçmişdir. Bu mərhələlər, bu məngənələr çox narahat bir problem yaratmışdır. Belə deyək ki, hər əsrdə 4 nəsil dəyişir təxminən. 4 nəsil hər əsrdə dəyişirsə, təsəvvür edin ki, deyək ki, bu 30 əsr ərzində 120 nəsil dəyişmişdir. Və 120 nəsil, bir nəsildən o biri nəslə həmən sözlərin olduğu kimi ötürülməsi ehtimalı əlbəttə çox azdır. Maraqlı, amma digər maraqlı məsələlər bunlar ibarətdir ki, sözün deyək ki, bu ümumi isimlərdə yaranışı ilə xüsusi isimlərdə yaranışı, mövcudluğu və ömür uzunluğu arasında müəyyən fərqlər, fərqli xüsusiyyətlər, fərqli cəhətlər mövcuddur. Bunu biraz sözlərlə izah edək. Deyək ki, məsələn, saylarda insanların istifadə etdiyi rəqəmlər, saylar ki, ədədlər ki var, həmən ədədlərin hər birinin etimologiyasında müəyyən qanuna uyğunluq mövcuddur. Tutaq ki, məsələn, 2 sayında əkiz sözünün etimologiyası var, 2 cütlük bildirmişdir və dünya dillərinin əksəriyyətində də bu məsələ eyni ilə özünü göstərir. Ki, İngilis dilində to, fars dilində du, rus dilində dua, dubl sözünün yəni ikiləşmə sözünün etimologiyasına bağlıdır. Azərbaycan dilində də elədir və yaxud da yaşıl rəngi, rəng bildirən yaşıl sifətin özü yaşamaq sözü ilə, yaşayış sözü ilə bağlı olan bir etimologiyaya malikdir. Həyat sözü ilə bilavasitə əlaqəsi olan sözlərdir. Digər sözlərdə də belə etimoloji araşdırmalar tapmaq mümkündür. Və maraqlıdır ki, bəzi sözlərin zaman keçdikcə mahiyyəti dəyişmişdir. Elmdə bunu mənanın genişlənməsi, mənanın daralması adları ilə öyrənilir. Bunu öyrənirik. Amma əslində insanlar, bütün xalq üçün maraqlı olan şeylər var da. Deyək ki, məsələn, aş sözü qədim türk dilində yemək mənasında işlənmişdir. Amma zaman keçdikcə onun mənası müəyyən qədər daralmışdır. Bu gün artıq aş sözü yalnız plov yeməyinin adı kimi tanınır. Amma keçmiş zamanlarda onun ümumi xörəklərin adı olması aşpaz sözündən məlumdur ki, yemək pişirən adama aşpaz deyilir və bu da elə həmən etimologiyaya aparıb çıxarır. Və yaxud da deyək ki, süfrənin örtüyü adı ilə olan o stolun örtüyü süfrə adlanmışdır. Sonra süfrə sözü mənasını müəyyən qədər konkretləşdirərək, biraz genişləndirərək məclis sözünə, ümumiyyətlə yemək-içmək sözünə süfrə açıldı, süfrə verdik və s. kimi mənalarında demək, işlənməyə başlamışdır. Digər sözlərlə də bağlı belə məsələlər var. Deyək ki, məsələn, yemiş sözü Dədə Qorqud dastanlarında yemək sözü kimi təqdim olur. Bütün meyvələrin hamısı yemiş adlanmışdır. Bu gün də bizim bəzi ifadələrimizdə həmən sözün izləri hiss olunur. Deyək ki, yer yemiş aldıq kimi birləşmədən bu söz özünü hiss elətdirir. Amma bu günləri yemiş sözü qovul sözünün mənasında yalnız işlənməkdən dilimizdə. Mənası genişlənən sözlər var. Deyək ki, səma cismi olan ulduz sözünün bu günləri deyək ki, filankəsin ulduzu söndü, yaxud da ki, çox parlaq bir şəxsiyyətdir, ulduz kimi
parıldayır, ya ulduz müğənnidir, ulduz sənətkardır kimi ifadələr işlərir. Həmən ulduz sözünün mənasının genişlənməsini göstərən amildir. Bu məsələ iş orasındadır ki, dillərdən dillərə sözlər keçərkən də özünü müəyyən qədər göstərmişdir. Maraqlı nümunələr demək olar, tutaq ki, bizim dilimizdə amonimik vahid əmələ gətirən, tutaq ki, çay sözü Çin dilindən bizim dilimizə gəlmişdir. Amma Çin dilində o söz ti kimi işlənir. O söz ti kimi işlənsə də bizim dilimizə gələndə bizim o axar suyun adını bildirən çay sözünə bənzədərək o sözü elə çay kimi istifadə etməyə başlayırlar. Sonra da digər dillərə, Avropa dillərinə də bizim dilimizdən həmən söz çay formasında keçmişdir. Amma belə çay demişkən mən bir məsələni də istəyirəm qeyd edəyəm ki, çox maraqlı məsələlərdən biri budur ki, bəzən böyük ərazilərdən keçən nəhəng çayların, deyək ki, Amazon çayının, Nil çayının, dünyanın ən böyük çaylarının uzunluğu təxminən 7000 kilometrə, 6500-dən uzun olan çayların müxtəlif ölkələrdən keçməsinə, müxtəlif dillərin, ərazilərin, dillərin daşıyıcısı olan xalqların ərazisindən keçməsinə baxmayaraq, o çaylara bir ad verilib. Nil çayı verilib, Afrikanın o başından başlayıb, bu başına qədər Misir çayı, Misir sərhədlərinə qədər gəlib çıxan bir çay bir adla adlanır. Amma kiçik ərazilərdə olan bir adlar, ya deyək ki, aykonimlər, kiçik ərazi adları bəzən mübahisə doğurur. Məsələn, deyək ki, Bakıda 15-20 il bundan qabağa qədər Buzovla ilə Mərdəkan arasında bir dairə var idi. Ora Mərdəkanlı cəmaatı Mərdəkan dairəsi deyirdi. Buzovla cəmaatı Buzovla dairəsi deyirdi. Yəni, kiçik ərazilərdə belə fikir ayrılıqları mövcud olur. Yəni, eyni bir dərəyə, tutaq ki, bu kəndin cəmaatı Hüseyin dərəsi deyir. O biri kəndin cəmaatı Cavad dərəsi deyir. Öz kəndlərinin tarixi ilə bağlı olan adları adlandırılır. Amma böyük ərazilərdə eyni ad qalır. Bu niyə belədir görəsən? Bunun da maraqlı tarixi var ki, bu böyük adların verilməsi sonraki dövrlərdə artıq coğrafiya elm kimi inkişaf edəndən sonra səyyahlar dünya səfərlərdən çıxaraq böyük ərazilərə, dağlara, dərələrə, çaylara, dənizlərə ad verdikləri üçün, həmin adlar xəritələrə daxil edildiyi üçün, həmin ərazilərin adları bir adla adlanmağa başlamışdır. Amma bəzi hallarda həmin adların müxtəlif cür adlanması izləri bugünə qədər də gəlib çatır. Onlardan biri də bizim doğma dənizimiz olan Xəzər dənizi ilə bağlı olan bir fikir ayrılığıdır. Biz buna Xəzər deyirik, Ruslar Kaspi deyir. İranda isə Mazandaran dənizi deyirlər. Bir dənizə 3 ad verilib. Bu müxtəlif əsaslarla da bunları fikirlərini əsaslandırırlar insanlar ki, biz elə Mazandaran dənizi deyirik, düz deyirik. Çünki orada Mazandaran şəhəri var və yaxud da filan körfəz var və s. Amma mən belə hesab edirəm ki, böyük coğrafi adların dəyişməməsi daha düzgün hadisə olar. Yəni, məsələn, bəzi ölkələrin hətta adlarında fikir ayrılıqları mövcud olmuşdur. Bu yaxınlara qədər Yugoslaviyanın içindən ayrılmış, son vaxtlara qədər Çernogoriya dediyimiz yer parlamentlərində bir qərar qəbul edilər ki, bizim ölkəmizin adına hər kəs tərcümə edərək ad verməsin. Buna biri Çernogoriya, biri Qaradağlar, Türklər Qaradağlar deyirdi. Tutaq ki, başqa bir ölkə ona öz dilində olan başqa bir ad deməsin. Çünki bizim ölkəmizin adı bir cür adlansın. Bütün dünya xalqları tərəfindən bir cürə tanınsın. Və parlamentlər qərar qəbul elədi.
Bundan sonra həmin ölkə İngilis dilində Montenegro adlanmağa başladı və bütün dünya xəritələrdə, Wikipediyalarda, ensiklopedik məlumat mənbələrdə elə Montenegro kimi daxil edildi. Eyni bir hadisəni də deyim, məsələn, Afrikanın qərbində olan Fil dişi sahili ölkəsi yaşamışdır. Fil dişi sahili 3 sözdən ibarət olduğuna görə bu ölkənin adını hər xalq öz dilində tərcümə edərək ifadə edirdi. Əslində bu yanaşmanın özü yanlış idi. Çünki ölkə adları tərcümə olunmamalıdır. Tək ölkə adları yox, ümumiyyətlə toponimlər, hidronimlər tərcümə olunmamalıdır. Amma tərcümə edirdilər. Fil dişi sahilini Ruslar Beregislavoy Kosti deyirdi, İngilislər başqa cür, Fransızlar başqa cür, İspanlar da bir başqa cür deyirdi. Buna görə bu məsələni həll eləmək üçün 1985-ci ildə o Fil dişi sahili ölkəsinin rəhbərliyi öz dövlətləri səviyyəsində qərar qəbul edib Birləşmiş Millətlər Təşkilatına müraciət elədilər ki, bizim ölkəmizin adı fransız dilində olan Côte d'Ivoire kimi adlansın, başqa bir ad deyilməsin. Ondan sonra yalnız məsələ öz həllini tapdı. Amma digər belə məsələlər hələ də qalmaqdadır. Məsələn, mən deyim ki, Qara dənizin adı türk dilində olan Böyük dəniz mənasındadır. Qara rəng demək deyil. Amma onu Ruslar Chorny Morer, İngilislər Black Sea kimi tərcümə edir və ya başqa ölkələrdə eləçilər. Və bu adda müəyyən dəyişikliklər baş verməsinə gətirib çıxarır. Eyni ilə eyni bir talihi Qırmızı dənizdə, Sarı dəniz, Ağ dəniz, həmçinin dünyanın ən böyük su hövzəsi olan Sakit Okeanda eyni bir talihi yaşayır. Mənə elə gəlir ki, bu adların hamısında bir ümumi məxrəcə gəlmək, bir cür ad vermək yaxşı olardı. Son olaraq bir məsələ də demək istəyirəm. Bizim qonşumuz, qardaş, dost Gürcü xalqının adında da belə bir problem mövcuddur. Gürcülər özlərinə Sakartvelo deyirlər. Biz Gürcistan deyirik. İngilislər Georgiya deyir. Ruslar Gruziya deyir. Başqaları da başqa söz deyir. Təsəvvür edirsiniz, onları həmişə bu məsələ qıcıqlandırır. Niyə bizim ölkəmizin adı hər dildə bir cür səslənməlidir? Gördür, onlar da Fil dişi sahili ya Montenegro kimi qəti qərara gəlib Birləşmiş Millətlər Təşkilatına bu arada müraciət eləməlidirlər. Ancaq bu məsələ ümumiyyətlə dünya dilçilərini də daxil olmaqla əlaqədar qurumların hamısını narahat edən bir məsələdir. Arzu edirəm ki, yaxın dövrlərdə belə mübahisəli məsələlər öz həllini tapmış olsun. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.